Cehizin tərkibi dəyişib. Az olsun, yaxşılar olsun. Yun çırpmaq, saysız qab-qacaq yığmaq, evi əşya ilə doldurmaq adəti unudulmaq üzrədir. Mənim məsələn cehizim saysız hesabsız olub. Limçələr, stakanlar, xurustallar. Qız yükü, nə bilim, duz yükü belə deyirlər. Yəni sən onu hazırlamalısan əvvəlcədən. Döşək, yorğan, özümüz yundan düzəldib verirdik. Adət hələ də qalsa da, cehiz verilən əşyalar yerlərini müasir olanlarına verib. İndi gəlin köçən qızın cehizini paltar yuyan, qab yuyan, ət və soq çəkən kimi məişət əşyalarsız təsəvvür etmək olmur. Cehiz verəndə əvvəllər üstünlük verilirdi ki, yorğan döşək çox olsun. Əvvəllər bir dənə soğuducu alırdı, qutarılırdı. Yəni, amma hal-hazırda qaz, sobası, paltar yuyan, qab yuyan. Müasir çarpayılar döşək sırmaq adətini də getdikcə unutdurur. Xüsusilə də şəhər yerlərində döşəyə maraq azalıb. Müasir dövrdə düzələn döşəklər həm qalınlığına görə, həm arxitektik, anatomik döşəklər düzəldiyinə görə həmən döşəkləri verməyə heç bir ehtiyac yoxdur. Ən qalınlığı 25 santıdır. Yəni bundan biraz qalınlığı var, göstərə bilərik. Var bərk döşəklər, var yumşaq döşəklər. Əvvəllər klassik qab-qaşıq dəbdə idisə, indi rəngarəng olanları gündəmdədir. Mebelin vitrininə çoxlu qab yığmaq modası da dəbdən düşüb. Artıq bahalı şkaflara az sayda qab-qacaq düzülür. Gəlin köçən qıza istifadə edəcəyindən çox daha artıq cehiz vermək adəti də tarixə qovuşur. Axır zamanlarda cehizlik verəndə 2-3, yəni 2 adamlıq, ya maksimum 3-4 adamlıq qab-qaşıq, stakan nəlbəki verirlər. Çünki çox hal-hazırda ehtiyac yoxdur. Cütlüklər çalışırlar ki, otaqda əşyaların sayı az olsun. Otağı rəngarəng etmək üçün isə bir-birindən qeyri-adi formada hazırlanan bu əşyalara üstünlük verirlər. Otaqda əşyanın sayı az olduğundan bu rəngarəng əşyalar otağa xüsusi gözəllik verir. Qeyri-adi üslubda hazırlanan çılçıraqlar isə müasirlikləri ilə klassik olanlarını geridə qoyur. Çox adam divan kresto almırdı. Bir də ki, alanda da fərqi yox idi. Qırmızı da, ağdır. Yəni evdə bir-birinə uyğun gəlir, gəlmir, ona çox fikir vermirdilər. Amma indi cehizi alanda evin həm divanının rəngi, həm jurnal masasının, həm lüstri, hamısının bir-birinə uyğun gəlməyini də fikirləşirlər. Qarabağ, Gəncə, Qazax və Qubanın məşhur xalçalarına da maraq azalıb. İndi cehizdə rəngli kilimlər üstünlük təşkil edir.